Bir çox halda çətinlik tənbəllərin uydurduğu bir bəhanədir. Əslində çətinlik yoxdur. Çünki problemi bəziləri problem kimi qəbul edir, başqaları orada problem görmürlər. Deməli, problemi bəzən biz özümüz yaradırıq. Yəni bu problem bir faciə deyil, dünyanın sonu deyil. Kimsə məni tərk edib deyirəm, mən yaşaya bilməyəcəm. Mən öldüm, mən məhv oldum. Bu adama deyirsən ki, yəni sən doğrudan fiziki olaraq bu dəqiqə məhv oldun olacaqsan. Mən yaşaya bilmərəm, mən öləcəm. Kimsə məni tərk edib və yaxud da nəsə pul əlimdən çıxıb, mən öləcəm. Doğrudan sən fiziki olaraq bu dəqiqə ayaqları uzadıb, yəni belə öləcəksən, canını tapşıracaqsan. Adam onda qalır, deyir, yox, mən məcazi deyirəm. Deyirəm ki, sən məcazi deyirsən, ancaq sənin beynin, sənin şuuraltın, sənin hisslərin o sözün məcazi deyilib deyilməməyinə baxmır. O baxır ki, bu öləcək. Psixikan onu o cür faciəvi gördüyünə görə təsiri də o cür olur. Sən görürsən ki, özünə gələ bilmirsən, sən görürsən ki, iştahadan kəsilmisən. Çünki sənin daxilin, o psixikan bu cür qəbul edir ki, sən bir-iki günə doğrudan fiziki olaraq öləcəksən. Bir halda ki, sən ona məcazi demisən.